Bundan öncəki dərsdə ingilis dilini öyrənənlərin hansı çətinliklərlə qarşılaşdığını bildirmişdim. İndi isə bu çətinliklərlə necə başa çıxmaq olar, necə bu çətinlikləri aşmaq olar, bunun haqqında danışacağam. Keçən dəfə ilk növbədə tələffüz və yazılış arasındakı uyğunsuzluqdan danışmışdım. Birinci onu qeyd etmişdim. Bəs biz bunu necə aradan qaldıra bilərik? Yəni bu çətinliyi necə aradan qaldıra bilərik? Ümumiyyətlə, hər hansı bir yeni sözü keçəndə, ilk dəfə görəndə siz onu mütləq dinləməlisiniz, düzgün tələffüzünü bilməlisiniz və onu düzgün tələffüzdə səsləndirməlisiniz. Çünki sözü əgər tam düzgün tələffüzdə bilmirsinizsə, o sözü bilməmiş hesab olunursunuz. Sözün ən gözəl, düzgün tələffüzü üçün məhz bu proqramı məsləhət görərdim ki, həmişə mən bu proqramdan istifadə etmişəm. Hələ məktəb dövründə məhz bu proqramın kitabını istifadə edirdim. Daha sonralar isə artıq internetlə tanış olandan sonra internet variantından istifadə etməyə başladım. Eləcə də fonetik simvolları öyrənmək də sizə çox faydalı olacaq. Məsələn, hansı hərf birləşmələri, hansı səsləri verir. Bəs zamanlarla bağlı çətinliyi necə aradan qaldıra bilərik? Çox yaxşı olar ki, hər bir zaman forması üçün qısa, aydın və real həyatdan götürülən nümunələr hazırlayasınız. O nümunələr ki, məhz sizin həyatınızda daha çox baş verir, daha çox onda insanın yadında qala bilir. Çox yaxşı olar ki, başlanğıc üçün 3 əsas zamanı mükəmməl öyrənəsiniz. Bunlar hansı zamanlardır? İndiki sadə zaman, keçmiş sadə zaman və gələcək sadə zaman. Yəni present simple, past simple və future simple. Məsələn, I eat, yəni mən yeyirəm. Bu həmişə belə olur, həmişə mənasında. I ate, mən yedim dünən. Məsələn, və ya I will eat, mən yeyəcəm. Yəni sabah və ya tutaq ki, 2 gün sonra. Sadə cümlələr quraraq və onları çoxlu təkrar edərək siz özünüzə yardımcı ola bilərsiniz. Qeyri-müəyyən artikl olan an və the ilə bağlı hansı çətinliklər var və biz onları necə aşa bilərik? Ümumiyyətlə nəzərə alaq ki, və an artiklı ilk dəfə haqqında danışdığımız bir şey, əşya üçün və ya bir heyvan üçün adını ilk dəfə çəkdiyimiz an istifadə olunur. The article isə artıq tanınan və ya daha əvvəl adını çəkdiyimiz hər hansı bir şey üçün istifadə olunur. Azərbaycan dilində məhz o, məhz bu mənasındadır. Real həyatdan cümlələrlə yadda saxlamaq lazımdır. Məsələn, I saw a dog, yəni mən bir it gördüm, hər hansı bir it yolda, küçədə, yəni hər hansı mənasını daşıyır. Mən onu əvvəlcədən heç görməmişdim, tutaq ki, amma o it barəsində artıq ikinci məlumatı verirəmsə, artıq buradakı qeyri-müəyyən artikl olan the-yə çevrilir. The dog was big, yəni həmən o it böyük idi. İngilis dilində çox eşidilən qısa formaları nəzərə alıb, going to, gonna, want to, wanna kimi keçən dəfə demişdim. Seriallara və filmlərə baxa bilərsiniz, xüsusilə alt yazı ilə ilk növbədə. Bunun üçün YouTube kanalı sizin köməyinizə çata bilər. Daha sonra idiomlar və ifadələr, onları necə öyrənə bilərsiniz? İdiomları yaxşı olar ki, hər hansı bir cümlə içində öyrənəsiniz və yadda saxlamağa çalışasınız və vaxtaşırı onları təkrarlayasınız. Sizcə daha hansı yollardan istifadə edərək ingilis dilini asanlıqla öyrənmək olar?